Əziz müəllimlər, əziz şagirdlər, bu gün də bizə ünvanlanan bir sual var. Həmin bu sualı qısa bir metod vasitəsilə misalın cavabını asanlıqla tapa biləcəksiniz. Həmin bu misallar eyni zamanda heç bir saniyə çəkmədən də misalın cavabını tapa bilərsiniz. Misalımız bu şəkildədir. Modulda x çıxaq 4 üstəgələk, modulda x üstəgələk 5 bərabərdir 9-dur. Tənliyimiz bu şəkildədir. İndi biz bunu fərqli bir metod vasitəsilə bu misalın cavabını asanlıqla tapa bilərik. İlk öncə nə edirik? Baxın buradan fikir verin. X geçsin, x geçsin. Burada aldığımız cavab mənfi 4 plus 5 bərabərdir 9-dur. Buna fikir versəniz ki, mənfi 4 moduldur. Olduğuna görə 4 üstəgələk 5 bərabərdir 9. Yəni 4 üstəgələk 5 neçə bərabər oldu? 9 bərabərdir 9. Burada fikir verdiniz ki, x-i çıxartdıqdan sonra burada aldığımız ədədlərin cəmi eyni zamanda 9-a bərabər olarsa, bu tənliyin həlli sadəcə bunun sıfırı x bərabərdir 4-dür. Bunun sıfırı isə mənfi 5-ə bərabərdir. Demək, bu tənliyin həlli mənfi 5 və 4 aralığına daxildir. Sadəcə bir fikir verməlisiniz. X-ləri çıxartdıqdan sonra burada aldığımız ədədlərin cəmi əgər verilən ədədə bərabər olarsa, onda bu tənliyin həlli x bərabər 4 alıram, x bərabər mənfi 5. Yəni, bu aralığa daxil olan tam ədədlərin həlli bu tənliyin həlli olur. İndi ikinci variantda isə bu şəkildə ola bilər. Burada fikir verirsiniz. X çıxaq 2 üstəgələk modulda x üstəgələk 6 bərabərdir 5-dir. İndi bunun ikinci versiyasıdır. Bura fikir versəniz ki, x-ləri yenə çıxardıram, x-ləri yenə çıxardıram. Burada aldığımız yenə mənfi 2 üstəgələk modulda 6. Bunun həlli isə 2 moduldan müsbət çıxır, 2 üstəgələk 6. Bərabər neçə aldıq? 8. Aldığımız bu cavab əgər burada verilən ədəddən böyük edərsə, onda bu tənliyin həlli boş çoxluğa bərabərdir. Bununla da bu misalın cavabını asanlıqla tapmış olarıq. Üçüncü versiyada nə ola bilər? Onu da deyirəm. Modulda x çıxaq 4 üstəgələk modulda x plus 6 bərabərdir 12-dir. Burada da yenə fikir versəniz, x-ləri çıxardıram. Aldığımız cavab, burada neçə aldım? Moduldan elə müsbət çıxardıram. 4 plus 6. Bərabər neçə aldım? 10. Burada aldığımız cavab isə həmin bu cavabdan əgər kiçik olarsa, bunun sıfırı bizə neçə idi? 4 idi. Bunun sıfır neçə bərabər idi ki? Mənfi 6-ya bərabər idi. İndi, əgər burada aldığımız cavab bundan kiçikdirsə, onda 12-dən 10-u çıxıb 2 dənə həllə bölürəm. Neçə aldım? 12-dən 10-u çıxdım. 2-2-yə də böldüm. Neçə aldım? 1. Burada da 1 aldığına görə 1-dən, burada neçə almışdır? 1-dən, 4-dən, 4-ün üzərinə 1 gələcəm. 1 kökümüz eləcək 5. Bundan 1-ni çıxacam. Mənfi 6-dan 1-i çıxacam. Mənfi 7-dir. Bununla da bunun kökləri biri mənfi 7, biri də 5-ə bərabərdir. Demək, 2 versiyada 3 versiya olur. 3 versiyasından istifadə edərək bu misalları asanlıqla yaza bilərik.